Salam əziz müəllimlər, hər vaxtınız xeyirli olsun. Hər birinizi xoş gördük. Mən Mürsalova Gülnarə, FES Akademinin kurikulum müəllimi. Dəyərli müəllimlərimiz, bu gün sizinlə 5-ci dəstək videomuzu paylaşıram. Mən inanıram ki, sertifikasiya imtahanına az vaxt qalmış bu sınaqlar sizə uğur gətirəcək. İmtahanda qarşılaşa biləcəyiniz tiplər və yaxud da hansı suallar rastınıza çıxa bilər, hansı situasiyalarda hansı cavabı doğru götürməyiniz və yaxud da yanlış götürməyiniz sizə daha çox uğur gətirər. Bugün həmin məsələləri sizinlə bir daha təhlil edəcəyik. Bugünkü suallarımızı əvvəlcədən qeyd edirəm ki, biraz situasiya tiplidir. Özüm situasiya tipli suallardan istəyirəm ki, istifadə edəsiniz. MİQ imtahanında və sertifikasiya imtahanında metodikada adətən situasiya tipli suallara üstünlük verilir. Tək inşallah sizə suallar asan düşsün. Amma yenə də biz bu sualları da sizə işlədək ki, siz imtahanda suallar qarşınıza çıxanda narahat olmayasınız və yaxud da hansı cavabı götürmək lazımdır, daha dəqiq formada anlayasınız. Gəlin vaxt itirmədən keçək sınağın izahına. Birinci sualımız. İnklüziv sinifdəki autizm spektrli şagird müəllimin izahını başa düşməkdə çətinlik çəkir. Ümumi təlimatları izləyə bilmir və özünə məxsus davranışlarla dərs prosesindən yayınır. Müəllim yazı tapşırığını sinifə təqdim etdikdə həmin şagird kağızla oynamağa başlayır, səsə və işığa qarşı həssaslıq göstərərək sinfi tərk etmək istəyir. Bu zaman sinifdəki digər şagirdlər də narahat olur və müəllim diqqətini bölməkdə çətinlik çəkir. Müəllim hansı yanaşmanı irəli sürməlidir? Bildiyimiz kimi, müəllimlər, inklüziv təhsil istər MİQ sahəsində, istər sertifikasiya sahəsində, müsahibədə də, imtahanda da müəllimlərin qarşılaşa biləcəyi bir situasiyadır. İnklüziv təhsil nədir? Əvvəlcə bir balaca bunu xatırladım. İnklüziv təhsil sinifdə intellektual xüsusiyyətlərindən asılı olmayaraq, sağlamlıq və fiziki xüsusiyyətlərindən asılı olmayaraq hər kəs üçün əlçatan bir şəraitin qurulmasıdır. Yəni, inklüziv təhsil deyəndə, baxın, yalnız buradakı kimi autizm spektrli şagird yox, elə intellektual xüsusiyyətləri fərqlidirsə, məsələn, hansısa şagirdin bir IQ səviyyəsi sinifdəki digər sinif yoldaşlarından yüksəkdirsə, o da inklüziv şagird sayıla bilər. İndi müəllim bu situasiyada hansı addım atmalıdır? Bir-bir variantlarımızı təhlil edək. Müəllim dərs zamanı şagirdin masasını pəncərəyə yaxın yerləşdirməli, onun başqaları ilə az əlaqə qurmasını təmin etməlidir. Bu, yanlış addımdır. Çünki biz onlara individual yanaşmalıyıq. Bəli, onların psixoloji problemləri ola bilər, adaptasiya olmaqda problem yaşaya bilərlər, amma mənim atacağım addım A variantı deyil. Müəllim şagirdin bu davranışlarını şagirdin özünə izah etməli, onun əməl edə biləcəyi prosedurlar hazırlatmalıdır. Əziz müəllimlər, yadda saxlayın, autizm spektrli bir şagirdin davranışını ona izah et və prosedur hazırla. Bəli, əgər bu situasiya biraz fərqli olsaydı, məsələn, müəllim şagirdlə bu davranış haqqında danışsa, ona dəstəkləyici mühit yaratsa, individual yanaşaraq psixoloqdan yardım alsa, valideyndən yardım alsa, nələrisə dəyişə bilər, qaydalar, prosedurlar hazırlaya bilər şagirdlə birlikdə. Amma B variantı hal-hazırda doğru variantımız deyil. Müəllim dərsdən əvvəl şagird üçün vizual cədvəl və sadələşdirilmiş təlim tapşırıqları hazırlamalı, onun ehtiyaclarına uyğun fərdi yanaşma tətbiq etməlidir. Bəli, baxın, burada artıq biz görürük ki, müəllim şagirdin davranışını, şagirdin hərəkətlərini ona fərdi yanaşaraq həll etməyə çalışır və diqqətini maksimum səviyyədə dərsə cəlb etmək üçün cədvəl, sadələşdirilmiş təlim tapşırıqlarından istifadə edə bilər. Bəzi müəllimlər deyir ki, Gülnarə müəllimə, nəyə görə sadələşdirilmiş təlim nəticələrini siz düzgün götürürsünüz? Və mən də bunu qeyd etmək istəyirəm ki, bizim situasiyamızda söhbət autizm spektrli şagirddən gedir. Yəni, mənim bir müəllim kimi məqsədim autizm spektrli şagirdlə, Down sindromlu bir şagirdə və yaxud da yüksək potensiallı şagirdin nəticələrini bərabərləşdirmək deyil. Mən bir müəllim kimi diferensiallığı təmin etməliyəm və mənim bu diferensiallığım inklüziv şagirdlərimə də aiddir. Onlarda qiymətləndirmə də fərqli ola bilər, onlarda tapşırıqlar da fərqli ola bilər müəllimlər. Deməli, doğru variantımız C-dir. Digər variantlara da baxaq, hamını bir-bir təhlil edək. Müəllim şagirdin davranışlarını nəzərə almalıdır, digər şagirdlərlə təlimini davam etməlidir. Yəni, göz ardı etsin,
o biri uşaqlarla təlimə davam etsin. Bu da doğru addım deyil. Əksinə, əgər sinifdə davranış problemi varsa, müəllim səmərəli öyrənmə mühitini qura bilməyəcək. Müəllim şagirdlə ünsiyyət qurmalı, tez-tez onu tərifləməli, onun dərsə səs salmaması üçün çalışmalıdır. Ünsiyyət qura bilər, səs salmaması üçün tədbir görə bilər, amma onu tərifləməklə bu addımı ata bilməz müəllimlər. Davam edirik növbəti sualımızla. Yenə də qeyd edirəm, bugünkü suallarımızın çoxu situasiya tipindədir. Bu suallar sizi əsla və əsla qorxutmasın. Əksinə, sevinin ki, bu tipli suallar sizin qarşınıza çıxır və bu sualları görən müəllim imtahanda artıq asan da görsə, çətin sual tipi də görsə qorxmayacaq. Bilir ki, hansı variantda nəyə götürmək lazımdır. Müəllim 4-cü sinifdə informatika dərsi keçir. Elnur tez-tez yoldaşlarının dərsə diqqətini yayındırır, kobud zarafatlar edir. Müəllim bu davranışlardan narahat olaraq sinif iclası keçirir. Valideyni məktəbə çağırır və şagirdin vəziyyətini bütün sinifin yanında müzakirə edir. Valideynə deyir, uşağınıza nəzarət edə bilmirsiniz, irad tutur. Valideyn bu haldan narahat olaraq övladını danlayır. Situasiya ilə bağlı düzgün mühakimə daha çox hansı cavabda öz əksini tapıb? Gəlin mühakimələrə baxmamış, sualı oxuyub öz-özümüzə burada müəllimin yanlışı varsa yanlışını, müsbəti varsa müsbətini müəyyən edək. Şagirdin dərsə diqqəti yayınır, o kobud zarafatlar edir. Məsələn, burada şagird öz sinif yoldaşlarına verbal bullying edə bilər. Yəni, kobud zarafat verbal bullying deməkdir. Müəllim də narahat olur, iclas keçirdir, amma iclasda müəllimin etdiyi isə şagirdin problemini bütün sinifin içində deməsi və üstəgəl valideynlə düzgün münasibət qurmaması, uşağınıza nəzarət edə bilmirsinizmi? Həm müəllim valideynlə konfidensiallığı pozmuş olur, həm burada artıq müəllim valideynin gözündən düşmüş olur, valideyn müəllimdən inciyir və bundan sonraki iclaslara təbii ki, həmin valideyn gəlməyəcək. Üstəgəl, valideynin də burada səhvi var ki, o da övladını hər kəsin içində danlayır. Davam edirik. Müəllim etik davranış qaydalarından mədəni davranış tələbini pozub. Bura qədər doğrudur. Sual versəniz ki, niyə mədəni davranış olur? Çünki burada müəllimin ünsiyyəti düzgün deyil. Hətta yadda saxlayın, müəllim burada insan hüquqlarını qorumamaq etik davranışını da pozub. Yəni, insan hüquqlarına hörmətlə yanaşmaq. Orada konfidensiallıq var. Yeni etik davranış qaydaları dəyişiblər və etik davranış qaydaları qabaq biz konfidensiallıq kimi öyrənirdik. İndi isə başqa prinsip altında onu sizə tədris edirik. Mədəni davranışı da pozub, o konfidensiallığı da pozub. Bura qədər düzdür. Deyir səriştəli müəllim, problemi özü tək həll etməlidir. Müəllimlər, yadda saxlayın, yəni burada səriştəli müəllim bax bu cür davranış problemi olan uşaqla kobud zarafatlar edir, iclas keçirdir. Düzdür, müəllim problemi həll edə bilərdi, amma tək həll etməlidir. Bu artıq biraz bizə yanlış gəlir. Bizdən ən doğrunu istəyir. Ola bilərdi ki, müəllim valideyni sinifə çağırsın, onun övladı haqqında onunla məsləhətləşsin. Bəlkə bu şagird hiperaktiv şagirddir. Bəlkə həqiqətən də bu uşaqda hər hansı bir nevroloji problemlər ola bilər və yaxud da belə deyək də psixi bir problem ola bilər. Valideynlə danışıb bunu araşdıra bilərdi. Hələlik A variantını bax bu hissəyə görə biz düz götürmürük. Bizə imtahanda lazım olan ən doğru, ən uyğun variantı seçməkdir müəllimlər. Müəllim valideyn iclası edərək valideyni məktəbə çağırması düzgün addımdır. Çıxış yolu kimi problemin həllini ümumi müzakirəyə çıxartmalıdır. Bax, burada ilə saxlayırıq, valideyn iclası eləmək, amma valideynlə tək-bətək danışmaq doğru addım olardı. Situasiya göstərir ki, müəllim fəaliyyətin stimullaşdırılması tələbini pozub. Müəllim şagirdə mütəmadi olaraq tövsiyə, məsləhət verə bilərdi. Əziz müəllimlər, baxın, tövsiyə, məsləhət bu problemi həll eləməz. Müəllim əgər şagirdlə, məsələn, dəstəkləyici mühit pozulub burada, doğrudur. Müəllim şagirdi yanına çağırmalıydı və şagirdlə bu problemlərin səbəbini araşdırmaq üçün müəllimdən, valideyndən və yaxud da məktəb psixoloqundan yardım ala bilərdi. D variantında deyir ki, müəllim pedaqoji prosesin tamlığı tələbinə
uyğun, düzgün addım atmayıb. Ümumiyyətlə burada tamlıq yoxdur. Pedaqoji tələbləri gəlin bir daha yadımıza salaq. Şagird yönümlülük, şəxsiyyət yönümlülük, inklüzivlik, dəstəkləyici mühitin yaradılması, təlimdə bərabər imkanlar, inkişaf yönümlülük, fəaliyyətin stimullaşdırılması və bir də məktəb valideyn əlaqələrinin tənzimlənməsi. Deməli, 9 pedaqoji tələbimiz var. Bu tələblərin içində situasiyamıza uyğun gələn bir növ baxaq. Şagird kobud zarafatlar edir, yoldaşlarının fikrini yayındırır. Yəni, müəllim əgər buna müdaxilə etmirsə, bunu aradan qaldırmağa çalışmırsa, dəstəkləyici mühiti təmin etməmiş olur. Y variantına baxaq. Müəllim və valideyn dərhal problemin həllinə çalışmamalı. Şagird barədə lazım gələrsə psixoloq dəstəyindən istifadə etməlidir. Bəli, Y variantımız doğru addımdır. Ani qərar vermək, ani addım atmaq elə bir səhvə gətirib çıxardar ki, bizim geri dönüşümüz olmaz. Amma burada demir ki, müəllim valideyn problemi həll etməsin. Deyir ki, şagird barədə lazım gələrsə psixoloq dəstəyindən də istifadə edə bilərlər. Ani qərar vermək, bax gördüyünüz kimi müəllimin valideynə cavab verməsi, valideynin öz övladını hamının içində danlaması, bunlar məsələn, bəzən biz emosiyalarımızı idarə edə bilməyəcəyimiz halda, hisslərimizi idarə edə bilməyəcəyimiz halda ortaya çıxan məsələlərdir. Siz özünüz də bilirsiniz ki, insan sakitləşəndə daha doğru, daha düzgün qərarları verə bilir. Ona görə deyir ki, ani qərar vermək əvəzinə düşünüb daha yaxşı həll yolu fikirləşmək olar. Davam edirik. Hansı fikir yanlışdır? Gəlin baxaq. Özünü qiymətləndirmənin aparılması şagirddə metakognitiv bacarıqları inkişaf etdirirmi? Bəli. Çünki şagird özünü qiymətləndirmə zamanı öz zəif və güclü tərəflərini müəyyən edə bilir. Təlim nəticəsi ölçülə bilən, qiymətləndirilə bilən olmalıdır. Bəli, müəllimlər, təlim nəticəsini biz hardan götürürdük? Alt standartdan və müasir təlim nəticələrini qurarkən hansı modelə əməl edirdik? SMART modelinə. SMART modeli nə deməkdir, müəllimlər? Təlim nəticəsi aydın olmalıdır, dəqiq olmalıdır, spesifik olmalıdır, ölçülə bilən olmalıdır, təbii resurslar nəzərə alınmalıdır və real resurslar nəzərə alınmalıdır və vaxtımız nəzərə alınmalıdır. Yəni T, sondakı T time deməkdir. Bu nə deməkdir? B variantını açıqlayım ki, imtahanda sizin qarşınıza çıxa bilər. Yəni, loru dildə müəllimlər, biz dərsdə hər bir müəllim gündəlik planlama edəndə nə ilə başlayır dərsə? Dərsin məqsədi ilə. Mənim dərsimin məqsədi elə olmalıdır ki, şagird başa düşməlidir ki, bugün mən ona nə öyrədəcəm? Bugün şagird nə öyrənəcək? Şagird nə öyrənəcəyini açıq-aşkar bilirsə, deməli müəllim təlim məqsədini düzgün elan edib. Məsələn, müəllim elə bir təlim məqsədi müəyyən edir ki, mənim sinifimdəki real imkanlar ona mane olur. Yəni, onu həyata keçirtməyə şərait yoxdur sinifimdə. Amma mən o məqsədi çıxartmışam. Deməli, mən səhv etmişəm. Və yaxud da müəllim o qədər mürəkkəb təlim məqsədi çıxarır ki, onu qiymətləndirmə edə bilmir müəllim. Bəzən sizə müsahibədə də sual verə bilərlər. Təlim nəticələri mürəkkəb yazılanda nə baş verə bilər? O baş verər ki, mən şagirdləri qiymətləndirməkdə çətinlik çəkərəm. Və yaxud da bir dərs üçün müəllim 7, 6, 5 məqsəd çıxarır. Bu düzgün addım deyil. Müəllim maksimum 3 məqsəd çıxara bilər. Hələ 3 də çoxdur. Amma qayda ilə icazə verilir. Yəni 3 məqsəd çıxarmağınıza icazə verilir. Problem həll etmə bacarığı hər kəsdə inkişaf etdirilməlidir. Çünki bu həyati bacarıqdır. Bəli, yəni burada səhv fikir yoxdur. Bəzi müəllimlər C variantını götürüblər. Nəyə görə səhv olsun ki? Biz bilirik ki, müasir dövrümüzdə cəmiyyətdə yaşamaq üçün müasir 21-ci əsrin insanına həm yumşaq, həm də sərt bacarıqlar lazımdır. Problem həll etmədir, qərar qəbul etmədir, müstəqil öyrənmədir, tənqidi təfəkkürün formalaşmasıdır, daha sonra əməkdaşlıq, ünsiyyət, rəqəmsal texnologiyalardan istifadə etmə. Bunlar əlbəttə ki, hər bir insana lazım olan bacarıqdır. Məntiqi təfəkkürün daha çox inkişaf etməsi şagirddə problem həll etmə və təhlil etmə, həyati bacarıqlar formalaşdıra bilər. Əziz müəllimlər, məntiqi təfəkkürün daha çox yox, düzdür. Məsələn, problemin həlli zamanı
həyati bacarıqların formalaşması zamanı mənə 100% məntiqi təfəkkür lazımdır. Amma daha çoxmu? Xeyr, mənə daha çox yaradıcı təfəkkür, xüsusilə də tənqidi təfəkkür lazım olar ki, mən təhlil edirəmsə, problem həll edirəmsə, yəni bunda mənə ən çox lazım olan təfəkkür, tənqidi və yaradıcı təfəkkürdür. Əgər desək ki, problem həll etmədə, təhlil etmədə məntiqi təfəkkürün də rolu var, o zaman mənim D variantım doğru addım olardı. Yaradıcı düşüncəyə malik olan insanlarda tənqidi təfəkkür də yüksək inkişaf edir. Ona görə də onlar problemin həllində yeni yanaşma nümayiş etdirə bilirlər. Bəli, ümumiyyətlə məntiqi, tənqidi, yaradıcı təfəkkür bunlar bir-birinə sıx bağlıdır. Məntiqi təfəkkür ən sadəsidir. Bugün gündəlik həyatımızda nə istifadə ediriksə o məntiqi təfəkkürdür. Tənqidi təfəkkür biz qərar qəbul edərkən düzgün olmağımız, qərəzsiz olmağımız, problemə hər tərəfli baxmağımız, mövqemizdən asılı olmayaraq məsələyə düzgün yanaşmağımız, ən səmərəli, ən sistemli qərarı verməyimiz tənqidi təfəkkürə aiddir. Yaradıcı təfəkkür isə yeni yol, yeni yanaşma, kreativ ideyalar, heç yerdə olmayan bir məlumatı sənin təqdim etməyin, sənin hazırlamağın bu yaradıcı təfəkkürə aiddir. Məlumat deyərkən, yəni yaradıcı təfəkkürdə sən təklif planı hazırlaya bilərsən, tədbir planları hazırlaya bilərsən, posterlər hazırlaya bilərsən, insanların fikirlərini dəyişmək üçün şüar hazırlaya bilərsən, hekayə yazmaq, şeir yazmaq, mahnı yazmaq, hər hansı bir kimyəvi reaksiyanı kəşf etmək və yaxud da riyaziyyatda düstur kəşf etmək, bunlar yaradıcı təfəkkürə aiddir. 4-ə baxaq, olmazsa olmazımız taksonomiya. Dəli Kür romanında Suğra obrazı ailə, cəmiyyət və qadın azadlığı arasında sıxılmış bir qadın obrazıdır. Əgər Suğra bugünün cəmiyyətində yaşasaydı, o hansı qərarları verərdi, onun həyatı və taleyi necə dəyişərdi? Baxın, müəllim Dəli Kür romanını şagirdlərə oxutdurdu, orada Suğra obrazı haqqında uşaqlara məlumat verdi. Amma indi müəllim şagirddən başqa bir şey soruşur. Deyir ki, Suğra bugün yaşasaydı, hansı qərarları verə bilərdi? Burada birbaşa sizin Suğranın adından danışmağınız, onu qiymətləndirməyiniz, onu dəyərləndirmənizdən söhbət gedəcək ki, Suğra bugün yaşasaydı, onun taleyi və həyatı necə dəyişərdi? Təbii ki, bu dəyərləndirmək və tənqidi təfəkkürə aiddir. 4D. Davam edirəm. Müəllimin yanlışa yol verdiyi situasiyanı müəyyənləşdirin. Bilirsiniz ki, müəllimlər sertifikasiyada faktoloji suallardan daha çox, yenə də qeyd edirəm, situasiyalar düşür. Elə miqdə də eynidir. Sadəcə miqdə sual sayı 20-dir deyə orada ola bilər 5, 4 faktoloji sual olsun. Yəni əzbərə əsaslanan suallar olsun. Amma sertifikasiyada 10 sualdır deyə və daha çox burada müəllimlərin fəaliyyəti ilə bağlı olan biz suallar görürük. Yəni nəzəriyyələrin adları, bu hansı nəzəriyyədir? Belə tip suallar düşməz. Sırf sizin real həyatda sinifi necə idarə edirsiniz? Şagird davranışı, valideynlərlə davranış, müəllimin siniflə davranışı, qiymətləndirmə, iş üsulları, bax bu tipli suallar sizə düşəcək. Baxaq görək müəllim harda yanlışa yol verir. Müəllim sinifdə şagirdlərin özlərini ifadə edə biləcəkləri mühit yaradır. Nəticədə şagirdlər rahatlıqla onların narahat edən məqamlarla bağlı birlikdə müzakirə təşkil edib öz təcrübələrini bölüşə bilirlər. Baxın, müəllim dəstəkləyici mühit yaratdı. Şagird qorxmadan öz fikirlərini ifadə edə bilirsə, müəllim doğru addım atıb. Müəllim bir akademik saatın sonunda şagirdin bilik və bacarıqlara yiyələnməsi üçün uyğun fəaliyyətlər seçir. Bəli, bu da doğru addımdır. Yəni, müəllim dərsin məqsədinə çatmaq üçün iş üsulu, iş formalarını düzgün seçir. B variantı bunu deyir. Müəllim şagirdlərin fəaliyyətini davamlı olaraq izləyir, lazımi anda onlara müdaxilə edir. Baxın, hər an desəydi səhvdir. Lazımi məqamda müdaxilə edir deyirsə, doğrudur. Müəllim şagirdə layihə işi verdikdə hazır model üzərində prosesin vacib olan hər bir addımını onlara nümayiş etdirir. Əziz müəllimlər, yadda saxlayın. Müəllim hər bir addımla şagirdi tanış edə bilməz. Müəllim bir neçə mənbə, bir neçə resurs, bir neçə məlumatı şagirdə təqdim edə bilər ki, şagird bundan özü müəyyən etsin ki, nəyə götürmək lazımdır. Amma sırf mən şagirdə bir mənbə verirəm ki, get ancaq buradan araşdır, öyrən gəl, o doğru yanaşma deyil. Ona görə D variantı səhvdir.
Müəllim şagirdlərə sual-cavab sessiyası təşkil edir. Bütün şagirdləri prosesə cəlb etmək üçün onlara gözləmə vaxtı verir. Bəli, bax, bütün sertifikasiya müəllimləri və MİQ müəllimləri yadınızda saxlayın. 30 saniyə gözləmə vaxtı vermək müəllim təlimdə bərabər imkanları reallaşdırar. Şagirddə açıq düşüncə tərzini reallaşdırar. Yadda saxlayın. Şagird artıq deyir ki, müəllim məni gözləyir, mən düşünməliyəm, mən cavab verməliyəm. Amma mən şagirdin sözünü kəsib gedib başqa uşaqdan sualı soruşanda, o zaman şagirddə bir ruh düşkünlüyü yaranır ki, onsuz da müəllim məni gözləməyəcək, qoy başqa uşaqlar düşünsün. 6. Müəllim istilik keçiriciliyi mövzusunu tədris edir. İstilik keçiriciliyi. Şagirdlərə belə bir sual verir. Bəzi heyvanlar qış fəslində yuxuya gedir. Onların bədənlərində istilik itkisi minimum səviyyədə olur. Bu halda fizik qanunlara əsasən bu hadisəni necə izah edərsiniz? Onların yaşadığı mühit və orqanizm quruluşu bu prosesi necə dəstəkləyir? Əziz müəllimlər, müəllim şagirdə mövzu keçir. Motivasiya mərhələsində uşaqları daha yaxşı cəlb etmək üçün fizika dərsində başqa bir fənnə də inteqrasiya etmiş olur. Heyvanların qış yuxusuna gedən heyvanların bədənində istilik itkisi necə olur, bunu necə izah edərsiniz, yaşadığı mühitlə bunun necə əlaqəsi var? Hətta burada coğrafiya fənni də var. Yəni həm coğrafiya, həm biologiya, həm də fizika fənnini biz burada görürük. Ona görə də biz yalnız fənlər arası inteqrasiyanı götürürük burada. Deməli, 7-yə baxırıq. Müəllim şagirdlərdə dinləyib anlama, nəticə çıxartma, ümumiləşdirmə, sual tərtib etmə, fikir əsaslandırma kimi yumuşaq bacarıqları eyni anda inkişaf etdirmək istəyir. Hansı iş formasından istifadə edəcək? Təbii ki, bizim doğru cavabımız debatdır. Amma mən bütün variantları bir-bir sizə izah edəcəm. Sertifikasiya müəllimləri, sizin 10 sualdan biri iş üsullarıdır. Mütləq iş üsullarına yaxşı baxın. Çünki müsahibə mərhələsində də siz dərs icmalı hazırlayanda iş üsullarını yaxşı bilsəniz, gözəl icmallar yaza bilərsiniz. BİBÖ, bilirəm, istəyirəm, bilim, öyrəndim. Yeni biliklə köhnə biliyi əlaqələndirir, refleks etmə imkanı verir, diaqnostik formativ qiymətləndirmə vasitəsidir. Dərsin əvvəlində, ortasında, sonunda aparıla bilər. Beyin həmləsi, kreativ ideyaları bir yerə toplanmasında kömək edir, iştirak edir, uşaqlarda yaradıcı təfəkkürü stimullaşdırır, bir problemin həllində müəllim problemli situasiya qoya bilər, bütün uşaqların fikirlərini toplayır, uşaqlar bir-birlərini mühakimə etmədən suala cavab verirlər. Klaster əsasən diaqnostik qiymətləndirmə vasitəsidir. Bu şəkildə aparılır. Müəllim ortaya hər hansı bir anlayış yazır. Uşaqlar bu anlayışla bağlı fikirlərini müəyyən edirlər. Bu əsasən fikrin lakonik ifadə edilməsi, biliklərin aktivləşdirilməsi, sistemləşdirilməsi baxımından önəmli iş üsuludur. Anlayışın çıxarılması bunun tərsidir. Şagirdin anlama bacarığını yoxlayır. Burada müəllim sözləri yazır, anlayışları yazır. Bu anlayışlarla bağlı lazım olan sözü uşaq özü tapmalıdır. Adətən ortada sual işarəsi şəklində də sizə verilə bilər. Anlayışın çıxarılması da diaqnostik qiymətləndirmə vasitəsi hesab oluna bilər. Debat. Debat, bəli, şagirdlərdə dinləyib anlama bacarığı formalaşdırır, sual səsləndirmə, sual verirlər bir-birlərinə, natiqlik bacarığı formalaşdırır. Əsasən məntiqi riyazi intellekti olan şagirdlər üçün uyğundur debat. Qrupla aparılır, şagirddə natiqlik bacarığı formalaşdırır, şagird fikrini əsaslandırır. Bax, bu şagirdin özünü ifadə etmək üçün müstəqil şəkildə auditoriya qarşısında çıxış etmək bacarığı formalaşdırır debat. Davam edirəm 8-də. Yanlış fikri müəyyən edin. Müəllim gündəlik planlamada diferensial yanaşmanı təmin edən tapşırıqları əvvəlcədən müəyyən etməlidir. Doğrudurmu? Bəli, planlama da sizə düşən mövzulardan biridir. Müəllimin 2 cür planı var. İllik plan, gündəlik plan. Mən illik planda diferensial yanaşmanı təmin edə bilmirəm. Çünki il ərzində nə olacağını bilmirəm. Amma gündəlik planda edə bilərəm. Gündəlik planda planımı tez dəyişə bilərəm. Diferensial yanaşma gündəlikdə olur. Bir dərs üçün müəyyənləşdirən təlim nəticəsinin ümumi olması, bir çox fəaliyyəti özündə əks etdirməsi daha məqsədə uyğundur. Bizim elə səhv variantımız B-dir. Bayaqlarda sizə izah elədim ki, bir dərs üçün təlim nəticəsi aydın, dəqiq, spesifik, real imkanlar nəzərə alınaraq, vaxt nəzərə alınaraq qoyulmalıdır, çıxarılmalıdır. Digər variantlara da baxaq.
Dərsin planlamasında öyrənmə fəaliyyəti dərsin son məqsədi deyil. Yəni iş üsulları, iş formaları dərsin son məqsədi deyil. O məqsədə çatmaq üçün görülən işdir. Burada səhv yoxdur. Dərsin planlamasında öyrənmə fəaliyyəti təlim nəticəsi və qiymətləndirmə meyarlarına uyğun olmalıdır. Bəli, baxın müəllimlər, planlamada 3 əsas məsələ var. Burada qeyd edirəm. Birinci təlim nəticəsidir. Düzdür, qələmin biraz yaxşı yazmır. Təlim nəticəsi. İkinci qiymətləndirmədir. Qiymət. Üçüncü öyrənmə fəaliyyəti. Öyrənmə fəaliyyəti. Deməli, təlim nəticəsi, qiymətləndirmə, öyrənmə fəaliyyəti. Bu ardıcıllıq göz yaddaşı ilə sizin yadınızdan çıxmasın. Hər ikisi, həm qiymətləndirmə, həm öyrənmə fəaliyyəti təlim nəticəsinə uyğun qurulmalıdır. Yadda saxlayın. Bəzən testdə səhvən sizə deyəcək ki, təlim nəticəsi qiymətləndirməyə uyğun olmalıdır. Xeyr müəllimlər, qiymətləndirmə təlim nəticəsinə uyğun olmalıdır. Öyrənmə fəaliyyəti qiymətləndirmə və təlim nəticəsinə uyğun olmalıdır. Mən həmişə öz müdavimlərimə deyirəm, təlim nəticəsi evin ən yüksək mərtəbəsi, belə deyək, ata, qiymətləndirmə ana, öyrənmə fəaliyyətində övlad kimi düşünün. Deməli, davam edirəm. Dərsin planlamasında öyrənmə fəaliyyəti təlim nəticələrinə və qiymətləndirmə meyarlarına xidmət etməlidir. Bunu izah etdik. Müəllim təlim nəticəsinə uyğun olaraq sinif fəaliyyətini bütün sinif, kiçik qrup, fərdi iş formasında olacağına əvvəlcədən qərar verməlidir. Müəllimin işini daha səmərəli etmək üçün müəllim işini bir növ nizamlamalıdır. Mən sabah hansı iş üsulu, hansı iş formasından istifadə etməliyəm, hansı məqsədi reallaşdıracağam, hansı resursdan istifadə edəcəm və s. 9. Və bəzən soruşursunuz ki, bu sualları MİQ müəllimləri də işləyə bilər. Əlbəttə ki, çünki artıq son dövrlərdə MİQ-in və sertifikasiyanın demək olar ki, sualları eynidir. Amma yenə də deyirəm, sertifikasiyada konkret daha çox hansı mövzuların düşəcəyini qəbul səviyyələrinə görə, yəni imtahana görə müəyyən etmək olur. Amma MİQ-də daha çoxdur suallar deyə. MİQ-də hər yerdən düşə bilər. Yəni hər belə deyək də bölmədən, hər dərsdən sizə suallar düşə bilər. Sertifikasiya müəllimləri əgər bu dərsə ödənişsiz şəkildə başqa müəllimlər də baxırsa, yadda saxlayın ki, daha çox fən kurikulumu, hər bir müəllim öz fən kurikulumu ilə tanış olsun. Onun fənninin məzmun xəttləri nədir? Məsələn, bu illəri üstünlük informatika, kimya, biologiya, coğrafiya, fizika müəllimləri. Siz həm yeni qaydalarla tanış olun, həm köhnə qaydalar, köhnə fən kurikulumu ilə də baxın ki, mən inanmıram bu illəri yeni fən kurikulumunu tətbiq eləsinlər. Yəqin ki, hələ kitablar dəyişənə gələn ildən başlayar tətbiq olunmağa. Amma informatika müəllimi öz məzmun xəttlərini bilsin. Fizika müəllimi, fizika artıq yeni dəyişən qaydalara görə 6 məzmun xəttini tədris etməlidir. Daha sonra kimya, informatika, hər bir müəllim öz məzmun xəttini mütləq şəkildə bilməlidir. Mütləq şəkildə. İş üsullarıdır, sizə düşən mövzudur. Sinifin idarə edilməsi, müəllim, şagird, müəllim, valideyn münasibəti sizlərə düşən mövzudur. Şagird davranışının idarə olunması sizlərə düşən mövzudur. Qiymətləndirmə, rəy və yaxud da qiymətləndirmə haqqında mütləq bir sual sizin qarşınıza çıxacaq müəllimlər. İdrac taksonomiyası sizə düşən mövzuların içərisində başda qalır. Yəni mütləq şəkildə qarşınıza çıxacaq müəllimlər. Belə, davam edirik yenə də. Hansı fəaliyyət effektiv müəllim-şagird münasibətlərinin yaranmasına mane ola bilər? Gəlin baxaq. Sinifdə yarana biləcək hər hansı bir bullyingin qarşısını almaq üçün tədbir görmək, bu əksinə münasibətləri düzəldər. Digərlərini həvəsləndirmək üçün nəticələri yüksək olan şagirdə hər zaman örnək göstərmək. Bu həm sinifdə rəqabət yaradar, həm sinifdə digər həmin şagirdə qarşı bir bullying hadisəsi də baş verə bilər. Yəni sinifdə bir atmosfer pozular da. Ona görə bacardığımız qədər rəqabətdən, uşaqları bir-birinə nümunə göstərməkdən qaçmalıyıq müəllimlər. Sonra digər variantlara baxaq. Müəllim şagirdin mənfi cəhəti kimi müsbət tərəflərini də vurğulamalıdır. Ola bilər, doğrudur. Müəllim şagirdin problemləri ilə maraqlanmalı. Ona lazım gələrsə psixoloji dəstək də göstərmək olar. Təbii ki, burada psixoloqdan da yardım alsaq daha gözəl olar. Şagirdin uğurlarını qeyd edərək ona emosional rəy verməmək lazımdır. Emosional rəy nədir? Sən ağıllısan, səndən yoxdur, sinifdə ən yaxşı sən cavab verirsən, sənin bacarmadığın heç bir şey yoxdur. Bunlar doğru rəy sayılmır və biz buna emosional rəy deyirik. Burada da deyir ki, verməmək lazımdır.
Və sonuncu sualımıza keçirik. Artıq 10-cu sualdayıq. Əziz müəllimlər, bu videonu bəyənin, altında xoş və gözəl rəylərinizi yazın. Hansı mövzudan daha çox sualların olmasını istəyirsinizsə, onu da bildirə bilərsiniz. Hansı mövzuda probleminiz varsa, onu da rəylər bölməsində qeyd edin ki, məsələn, növbəti dəfə sual hazırlayanda həmin hissələrə daha çox toxunaq. Ümumiyyətlə, bu vaxt ərzində, bilirəm, vaxta az qalıb, hər biriniz həyəcanlısınız. Amma inanın ki, yəni siz sertifikasiya müəllimləri imtahanda ən yüksək ballarla imtahanı tərk edəcəksiniz. Yəni ən yüksək balı toplayıb imtahandan alnı açıq, üzü ağ şəkildə ayrılacaqsınız. Bir ay qalıb, yəni bir aydan da bəlkə də az qalıb. 20 gün mənə elə gəlir ki, bir müəllim üçün bəs eləyər. Bir müəllimə bəs eləyər. Biologiya, kimya, fizika, informatika, coğrafiya müəllimləri. Qeyd etdiyim kimi bu illəri üstünlük sizdədir. Təbii ki, burada filoloqlarımız, Azərbaycan dili, ingilis dili, digər müəllimlərimiz də var. Onlar da bu illəri imtahanda iştirak edəcəklər. Hər bir müəllim artıq müəllim obrazında sinifə dərs keçir. Bu müəllimləri işdən çıxartmaq məqsədi ilə aparılan bir proses deyil. Əksinə, müəllimlərimizi dəstəkləmək, müəllimlərimizin daha çox biliyini, bacarığını artırmaq üçün atılmış bir addımdır. Hər birimiz bunu normal şəkildə qarşılamalıyıq və 30 sualı bilirik ki, hər bir müəllim yaza bilər. 30 sual elə olur ki, 2 ay, 3 ay hazırlaşan müəllim həmin suallara cavab verə bilir. Özünüzdən əmin olun, qətiyyən həyəcanlanmayın. Elə olur ki, bəli, müəllimlər həyəcan keçirir, imtahanı yaza bilmir. Onu da görürük biz. Və yaxud da o qədər negativ halda imtahana daxil olurlar ki, bəlkə də gedib 40 bal və yaxud da 35 balı keçərdi, amma sırf o vəziyyətə yaşadığı üçün, belə deyək də, imtahanda nəticəsi uğursuz ola bilər. Ona görə də ürəyinizi rahat saxlayın. Alınacaq deyib, elə onu deyib imtahana geçsəniz, görəcəksiniz ki, hər şey mükəmməl olacaq. Və sonuncu, 10-cu sualımıza baxaq, dərsimizi bitirək. Müəllim həyat bilgisini tədris edən zaman qrup işindən istifadə etməyə planlaşdırır. Təsadüfi seçimlə şagirdləri qruplara ayırır, lakin qrupun birinin digərindən təlim nailiyyəti yüksək olan uşaqları topluyor. Yəni, qrupun biri digərlərindən fərqli olaraq yalnız təlim nailiyyəti yüksək uşaqlardan ibarət olur. Müəllim görür ki, qrupda problem var və bu balanssızlığı aradan qaldırmaq üçün uşaqları həm xüsusiyyətlərinə, həm potensiallarına, həm qabiliyyətlərinə görə yeni qruplar yaradır. Bəli, biz bunu hansı dərsdə görürük? Əməkdaşlığı necə qurmaq lazımdır? Qrup işlərini necə təşkil etmək lazımdır? Müəllim qrup işi təşkil edəndə yalnız şagirdlərin akademik nailiyyətlərini nəzərə ala bilməz. Potensial, intellekt, orada hər şey vacibdir. Deyir, bu situasiyada ən doğru fikir hansıdır? Müəllim qruplarda təlim nəticələrinə uyğun ixtisaslaşdırılmış seçim aparmaqla yüksək nəticə əldə etməyi hədəfləmiş. Elə burada saxlayıram. Çünki müəllimin hədəfi yüksək nəticə almaq deyil. Müəllim inklüziv təlimə əsaslanaraq qruplarda balans yaratmağa çalışır, şagirdlərin fərdi xüsusiyyətlərinə uyğun bölgü aparmaqla əməkdaşlığa əsaslanan öyrənməni təşviq edir. Bəli. İnklüziv təlimə əsaslanır. Yəni, inklüziv təlim bayaqlarda dedim, hər tərəfli uşaqların, hər intellektli uşaqların bir yerə toplaşması, onlara uyğun qruplar yaratmaq, yəni təkcə mənim qrupumda nailiyyəti yüksək olan yox, zəif, passiv şagirdlər də ola bilər. Bu da inklüziv təlimə aiddir müəllimlər. Və mən bunu yaratmaqla, doğru əməkdaşlığa əsaslanan öyrənməni təşviq edə bilərəm. Həm qrupda uşaqlar bir-birlərindən öyrənər, həm zəif, güclü deyə qrup seçiciliyi yaşanmaz müəllimlər. Belə, əziz müəllimlər, bugünkü suallarımız bu qədər. Növbəti bizim videomuz 6-cı gün inşallah yayımlanacaq və qeyd etmək istəyirəm ki, bu elanı hər dəfə videoda verəcəm. 16 iyun inşallah 16 iyun tarixində 13:00-da, 13:00-da bizim möhtəşəm sertifikasiya müəllimlərinə özəl bir canlımız olacaq. MİQ müəllimlər də bu canlıda iştirak edə bilər. Canlı hər kəsə açıq olacaq və Azərbaycanda ilk dəfə kurikulum üzrə 8 saatlıq bir canlı ilə sizin qarşınıza çıxırıq. 8 saatlıq canlımız olacaq. Ara-ara fasilələrimiz olacaq, amma dərsdən çıxmamaq şərti ilə 250 qəbul imtahan sertifikasiya səviyyəsində suallar işləyəcək. 250 sualı işləyib imtahana gedən müəllim %100 10 sual imtahandan doğru yazıb çıxa biləcək. Sağ olun, dəyərli müəllimlər. İnşallah növbəti videolarda görüşərik. Sağ olun.